Ən böyük günahlardan biri də yalandır. Yalan danışmaq yalnız həqiqət olmayan şeyi danışmaqdan ibarət deyil ha. Onlayn dərslərdə iştirak etmədən hazır olduğumuzu bildirmək də yalan hesab olunur. İşte saxta qaymə hazırlamaq da yalanın nümunələrindəndir. Hətta bizim üçün sadə görünən və əhəmiyyətsiz hesab etdiyimiz məsələlər belə yalan hesab oluna bilər. Misal üçün, satış zamanı xırdamız olmadığı üçün 95 qəpiyi 1 manat olaraq təqdim etmək. Bax, bu da yalan danışmaq hesab olunur. Yalan, hətta zarafatla olsa belə, yenə də düzgün iş deyildir. Lakin, əgər qarşı tərəf sözümüzün zarafat və söz gəlişi olduğunu anlasa, bu yalan hesab olunmaz. Həqiqətə uyğun olmayan və insanların yanlışlığa düşməsinə səbəb olan hər hansı söz, rəftar və əlamət yalan hesab olunur. Hətta maddi qazanc olmasa belə. Sonuncu məsələni də deyim və qaçım. Sosial şəbəkələrdə cinsimizi fərqli qeyd etmək və ya başqasının şəkil və adı ilə fəaliyyət göstərməyimiz də haram iş hesab olunur. Sonra demədi deməyin ha.